Azərbaycanda konstitusiya və suverenlik ili kimi qeyd olunur və bütün respublika vətəndaşları kimi mənim üçün də bu qürurverici bir tarixdir. Azərbaycanın dövlət müstəqilliyi xalqımızın əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biridir. Və bu tarixi nailiyyət qələbə çox çətinliklə xalqımızın igidliyi, oğullarımızın qanı və canı bahasına başa gəlir. Konstitusiya və suverenlik dövlətimizin əsas dayaqlarından biridir və bu dayaqların qorunması əlbəttə ki, ölkəmizin gələcək inkişafında mühüm rol oynayır və hörmətli cənab İlham Əliyevin də sözləri ilə desək, müstəqilliyimiz bizim ən böyük sərvətimizdir, dəyərimizdir və bu dəyərlərimizi qorumaq hər birimizin borcudur. Və Azərbaycanda demək olar ki, bütün vətəndaşlarımızın müxtəlif sahələrdə çalışan, istər mədəniyyət, elm, təhsil və digər sahələrdə olsun, hər bir vətəndaşın borcu bu çətinliklə, böyük şərəflə əldə etdiyimiz suverenliyimizin qorunmasıdır və onu gələcək nəsillərə ötürməkdir. Bugün mən bu möhtəşəm bayraq meydanında qurulan bayraq muzeyindəyəm və bizim yüksəklərdə ucalan, qürurla ucalan o üç rəngli, sevimli bayrağımızı çox böyük fəxrlə bütün ölkə vətəndaşları kimi mən də seyr edirəm və ürəkdən deyirəm, yaşasın müstəqil Azərbaycan, eşq olsun suveren Azərbaycana.